Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərimiz. 21-ci yüzyılın qadını proqramında çox qısa təqdim edirəm onu. Çünki onun təqdimatda geniş ehtiyacı yoxdur. Biz hamımız onu filosof kimi tanıyırıq. Könül Bünyadzadə. Azərbaycan Milli Elm Akademiyasının müxbir üzvü, fəlsəfə elmləri doktoru, filosof, professor. Öncə istərdim ki, ondan başlayaq ki, ümumiyyətlə fəlsəfənin insan həyatına, insan inkişafına təsiri haqqında nə düşünürsünüz? Fəlsəfə insana düşünməyi öyrədir. Fəlsəfə insanlara özünə dönüb, özünə kənardan baxmağı öyrədir. Və ən vacibi də özünü bu böyük kainatda, həm öz ailəsində, həm cəmiyyətdə, həm də ümumiyyətlə bütün kainatda özünü görməyi öyrədir. Məsələn, kimsə, mən tarixdən misal gətirim. Məsələn, əgər Mövlana özünü kiçik bir qamış kimi görürdü ki, həmin bu qamış bir gün öz vətəninə, geriyə, həmin o ilahi aləmə qayıtmağı düşünürdü. Blaise Pascal da özünü bir qamış kimi görürdü. Amma düşünürdü ki, o böyük bir kainatda, sonsuz bir məkanda təkdir, yalqızdır. Yəni, bunun hər biri o fəlsəfi düşüncədir ki, özünü necə görür, özünü hansı yerdə, hansı missiyada qəbul edir. Bax, fəlsəfə bunu öyrədəndir. Könül xanım, fəlsəfi düşüncəyə sahib insanların da sayı lap çox deyil deyə bilirik. Doğrumu? Bu baxımdan soruşmaq istəyirəm ki, fəlsəfə hamı üçündür, yoxsa seçilmişlər üçün? Məsələn, Platon deyirdi ki, seçilmişlər üçündür. Hətta deyirdi ki, bunun üçün məhz müəyyən bir səviyyəyə çatmaq lazımdır ki, filosof olasan. Yaxud müəyyən bir dövrdə hesab edirdilər ki, filosofluq aristokratlıqdır. Amma digər tərəfdən də belə götürəndə fəlsəfi təfəkkürün özü bir xüsusi təfəkkür tərzidir. Yəni, bayaq dediyim kimi, biraz daha dərinə enib, biraz daha mənən inkişafdan gedir söhbət. Həm mənən, həm ətrafa münasibətdən. Yəni, insan özünə baxdığı kimi ətrafı da fərqli gözlə baxmalıdır. Bunlar hamısı əxlaqi dəyərlərdir həm də. Əxlaqi dəyərlərə də təsiri var. Təsiri var. Ümumiyyətlə, bugün biz danışanda bütün sahələrdə inkişafdan qeyd edirik. Nəinki Azərbaycanı qeyd etmirəm, ümumiyyətlə dünyəvi sistemdə əlbəttə ki, nüvə silahlarının yaradılması, misal üçün inkişaf sayıla bilir. Ölkələr bununla bağlı mübarizə aparır. Və yaxud da ki, geyimlərin çoxalması, qida məhsullarının çoxalması, güc sahibi olan ölkələrin işğal faktoru rolunda çıxış etməsi, bunlar dövlətlərin nə qədər güclü olması, insanların nə qədər güclü olması və sağlamlığa daha çox diqqət yetirməyə yol verən maddi imkanlar. Əlbəttə, bunlar hamısı gözəllikdir. Bunlar hamısı inkişaf sayılır. Bugünkü yanaşmada, müasir yanaşmada bunlar hamısı inkişafdır. Və bugün artıq insanın qocalmamaq, gəncliyini qoruyub saxlaması da müzakirə mövzusudur. Nə gözəl, inkişaf sayılır. Amma mən istərdim ki, siz bir filosof kimi bu məsələnin başqa istiqamətinə də münasibət bildirəsiniz. Biz maddi dünyanın inkişafından çox danışırıq. Amma bugün cəmiyyətlər, dünya mənəvi baxımdan, əxlaqi dəyərlər baxımından inkişaf yolu, necə inkişaf yolu keçibdir? Yəni, dünyada bütövlükdə insanlıq hansı vəziyyətdədir? Bax, mən sizə Hegelin bir sözündən cavab verim. Deyir, 3 məsələ var ki, 3 dəyər var ki, insanlıq formasiyalar dəyişsə də bu üçü dəyişmir. Biri fəlsəfədir, biri dindir, biri də sənətdir. Siz fikir versəniz, tutaq ki, Aristotelin o eramızdan əvvəl düşündüklərini biz bugün də düşünürük. Tutaq ki, hansısa orta əsrlərdə yaranmış bir sənət əsərinə, bayaq sizə də gördüm Mona Lisa'nın şəkildir. O vaxt olduğu kimi biz də bugün baxıb heyran oluruq. Eramızdan əvvəlki o Yahudi dini olsun, yəni yaxud da bizim İslam dini orta əsrlərdən bugünə gəlsin. İnsanlar eyni tərzdə Allaha inanmaq istəyirlər. Yəni, bu 3 şey dəyişmir. Bunun ətrafında olan şeylər dəyişir, yaranır, itir, zirvəyə qalxır, dibə çökür, hər şeylər. Amma bilirsinizmi, bu nəyə oxşuyur? Bir var ağacın gövdəsi, bir də var onun budaqları. Ağacın budaqlarını budasanda gövdəsini sağ saxlasın. Bu ağac yenə çiçək budaqlanacaq, qışdan sonra yenə yeni yarpaqlar gələcək. Amma siz onun gövdəsini qırsanız, o ağacdan ağac olmayacaq. Bax, o dəyərləri qoruyanda Mətanət xanım,
inkişaf onun ətrafında gedəndə insanlıq irəli gedir. Yəni insanlığın ali zirvəyə çatmasına, dəyərlərin qorunmaması Mütləq onun kökü olmalı. Münbit şərait mütləq yaradır. Bilirsinizmi? Zirvəyə qalxmaq üçün təkan vurur qalxırsan da, yerə ayağını vurub hoppanırsan. O ayağın altında möhkəm olması üçün o səni möhkəm saxlayan sənin dəyərlərindir. Dəyərin sənin olmasa, suyun üzərində təkan vura bilməyəcəm, batacam, bataqlıqda o dəyərləri niyə qoruya bilmirik? Yəni xəbərimiz olmur. bütövlükdə. Bütün dünyadan gedir söhbət, insanlıqdan gedir söhbət. Təbii ki, deməli biz ümumiyyətlə bəşəriyyətdən danışsaq deyirik ki, insanlıq bu gün öz dəyərini görə bilmir, görmək istəmir. Yəni mən hamıdan danışmıram, əksəriyyətdən danışıram. Bəli. Və bu hər zaman belə olub. Eramızdan əvvəl də belə olub ki, dəyərlərin qayğısına 1-2 nəfər qalıb və onun çiyinlərində qorunub saxlanıb. Bu gün də belədir. Aha. Və dini kitablara da baxsaq, çoxluq yanılanlar olur. O azlıq, o çoxluğu öz çiyninin üzərində aparanlar olur. Bu artıq əvvəldən belə qəbul olunub, belə gedir, belə də olur. Bilirsiniz, cəmiyyətdə bax biz ümumiyyətlə sosial şəbəkələri, həmçinin də media qurumlarını izləyərkən müxtəlif çıxışlar bilirsiniz, informasiya axını dövründə yaşayırıq. Hər zaman bir istiqaməti daha aktiv olduğunu müşahidə edirik. Narazılıq, məmurdan narazılıq, deputatdan narazılıq. Məsələn, gülü oradan kökündən çıxaranın üzərinə bir təzyiq, axın. Təbii ki, negativ hallarla bağlı. Bax, bu negativ halların yaranmasına da eyni zamanda zəmin yaradan özümüzük təbii ki. İnsan faktorudur yenə də. Bəli. Bu da cəhalətmi? Yəni bilgisizlikdən danışmaq istəmirəm. Çünki narazılıq edilən qismlərin böyük əksəriyyəti ali təhsillər, hətta bir neçə universitet bitirmiş şəxslərdir. Müasir dövrümüzdə Tanit xanım, fikir versəniz, ego önə keçib. Məhz ego. Bəli. Hər kəs mən deyir. Adicə o selfie dediyimiz şey var ha. Selfie ingilis dilində self mən deməkdir. Selfinin özündə belə şəkli çəkəndə öndə özü durur. Özü ən böyük planda düşür. Qalanlar hardasa arxada nə cür düşür, kiçik görünürlər. Nə Bəli. cür düşür. Əsas mənəm, ön planda bir özünü düzəldir, ön plan. Selfie nədir? Şəxsiyyətə pərəstiş dövrüdürmü? Özünə pərəstiş dövrüdür. Özünə, egosuna pərəstiş dövrüdür. Bax o gülləri qopardan. Niyə qopardır? Mənim olsun o gül. Demir hər kəsin olsun. Deyir mənim əlimdə görünsün. Qoparır, aparır, evində saxlayır. Mənim olsun. Yaxud da gəlir, maşınını saxlayır, 2 nəfərin yerində saxlayır. Niyə belə saxlayır? Mənim maşınımın yeri rahat olsun. Fikir verirsinizmi? Mən deyə bizlər itib, sizlər itib, bəşəriyyət itib. Bax, elə olanda, mən önə keçəndə, artıq mənlər arasında axı təkcə sənin yox, mənim də mənim var, o birinin də məni var. Bax, o mənlər toqquşmağa başlayanda, bu gün tutaq ki, xarici ölkələrdə, bax, o dünyada olan müharibələr nəyin müharibəsidir? Mənlərin müharibəsi. Egonun. Egolarım. Biri deyir, mənəm güclü, biri deyir, xeyr, mənəm. Biri deyir, burada sahib mən olmalıyam, deyir, xeyr, mən ol. Bax, o mənlərin mübarizəsi düşəndə, qalan dəyərlər yoxa çıxır. Biraz öncə dediniz ki, dəyərlər olmadığı halda, dəyərlər məhv edildikdə insanlığın inkişafından danışmağa dəyməz. Egoda cəmiyyətləri degradasiya aparan faktor rolunda çıxış edir. İnsanın özündən başlayaraq. İnsanın özündən başlayır. Amma insanlar müxtəlif yaşdadılar. Yeri gəlmişkən Könül xanım, məsələn, maraqlıdır. İnsanlar yaşlandıqca daha təkmilləşməlidir, daha kamilləşməlidir. 40 yaşdan sonra insan yaşlandıqca, yaşad olduqca o təcrübəsindən, yaşayışından, müşahidəsindən əmələ gələn bir təkmilləşmə mövcud olmalıdır. Amma və lakin biz əksər hallarda elə biz necə belə çox hörmətlə yanaşdığımız insanların belə bir neçə ali təhsil olan, böyük kurslardan edilən çıxışlardan isə görürük ki, məsələn mən görürəm ki, yanılırıq. Və 20 yaşında bir insanın, 18 yaşında bir insanın fəlsəfi dəyərlərlə yaşaması mümkündürmü? Ümumiyyətlə, insan düşünməyə başlayandan onun fəlsəfi təfəkkürü də inkişaf elətdirilməlidir. Nədir fəlsəfi təfəkkür? Oxuduğundan, gördüyündən nəticə çıxardıb təhlil eləməyi bacarmaq. Deməli, əgər bu yeniyetmə olsun, uşaq olsun, inkişaf fərqlidir axı. Kimdəsə bu tez başlayır, kimdəsə gec başlayır, kimdəsə ümumiyyətlə başlamır.
Kimdə Siz yəni o fikri təsdiq eləmirsiniz ki, insan yaşlandıkca təkmilləşməlidir. Məsələn, Leonardo da Vinci'nin gözəl bir sözü var. Deyir, gəncliyi elə yaşayın ki, qocalığınız üçün qida hazırlaya biləsiniz. Söhbət məhz mənəvi və intellektual qidadan gedir. Yəni əgər sən gəncliyində burada məsələn Krılovun təmsili yadıma düşəcək ki, qarışqa yığır, çəyirtkə atılır, düşür və sonra qış gələndə bir acından ölür, biri azuqəsi var uzun müddət. Biri də azuqəsi var. Yəni insan bir var, düşünüb, daşınır və qocalığı üçün təcrübə toplayır. Kimsə də məsələn egosunun havasına uçur, çəyirtkə kimi bu budaqdan o budağa atılır və sonra da deyir ki, illər gəldi, keçdi, mən illərin sənətkarıyam. Bəs bu illər ərzində sən sənətinin inkişafına, özünün mənəvi inkişafına nə isə vermisənmi? İndi illərin sənə nə isə verdiyinin özünün ağsaqqal olduğuna iddia eləyirsən. Yəni söhbət yenə də məhz təfəkkürün vasitəsilə nə qazanmısan? Əvvəlcə qazanmaq lazımdır. O mənəvi daxılına nələrsə atmaq lazımdır ki, sonra bir gün o daxılı açanda onun içindən nəsə çıxsın da. Ruhsal inkişaf yox səviyyəsindədir sizcə? Yox, elə şey ola bilməz ki, yox səviyyəsində. Bilirsinizmi? İnsanların ruhani səviyyəsi sıfırda olsa bu dünya çökər. Mən hər zaman inanmışam ki, insanlar, yaxşı insanlar, mənəviyyatı yüksək, ruhaniyyəti yüksək insanlar daha çoxdur ki, bu dünya hələ ki durur yerində. Bir gün pislər yaxşılara üstün gələndə, bax onda bu dünya uçacaq, bu dünya yox olacaq. Hələ ki şükür olsun, dünyamız yerindədir. Deməli, yaxşılar pisdən daha çoxdur. Gül xanım, son illər yaxşılar pisdən daha çoxdur. Çox gözəl ifadədir. Daha doğrusu çox ümidverici ifadədir. Amma sizin çıxışınıza rəğmən də mən son illərdə izlədiklərimizi deyə bilərik ki, məsələn, kataklizmalar, insan tələfatları, zəlzələ, bu təbiətdən gələn bir şeydir, qarşısı alınmaz. Amma və lakin ən yaxın illərdə müharibələrin artması, Ukrayna, Rusiya, əlbəttə mövzumuz siyasi mövzu deyil, amma oradakı o səbəbkarlar və zərər çəkənlər də insan faktorudur. Qəzzadakı günahsız insanların, anaların, övladların qətlə yetirilməsi və bugün bilirsiniz, regionun belə daxil olduğu böyük bir savaş, hamımızı narahat edən böyük bir savaş. Yəni, sanki müasir insan tökülən insan qanından doymur kimi bir fikir yaranır. Və nəzərə alsaq ki, əlbəttə ki, bu qanın tökülməsində də kütlə rol oynamır. Ayrı şəxsiyyətlər rol oynayır. İndi mən belə bir şey deyim sizə. Orta əsrlərdə inkvizisiya dövründə bir gün, bir neçə gün ərzində, bir həftə də demirəm, bir neçə gün ərzində 860 neçə qadın bir dəfəlik qətl olunub. İnkvizisiyadan söhbət gedir. Xaç yürüşləri dövründə qadın övladınla bərabər nizəyə taxılıb çaylara tökülüb. Yəni, bilirsinizmi, bəşəriyyətdə qan həmişə var. Və filosoflar da həmişə bu qan tökülməyin əleyhinə çıxışlar eləyiblər. Olsun Konfusi ki, illər boyu sürgünlərdə olub, məhz o müharibənin əleyhinə olmaq istəyib. Platon müharibəyə görə illərlə sürgünlərdə olub. Yəni, bunlar sürgündə ona görə olublar ki, bunlar müharibənin əleyhinə çıxış eləyiblər. Müharibə həmişə var. Bugünkü qan tökülmə, məsələn, orta əsrlərdəkinin heç də çox deyil. Silahların növü dəyişib. Yəni, idarə etmə, yaşayış formalarımız dəyişib. Silah növü dəyişib, ölkələrin adları dəyişib bəlkə. Həmin o qan təşnəsi olan fiqurlar dəyişib bəlkə. Amma yenə də torpaq üçün, hakimiyyət üçün, bir parça, belə deyək, qızıl parçası üçün, hətta qadın üçün, əgər Troya müharibəsini yada salsaq, nə isə bəhanə eləyib mütləq insanlar bir-birini qırmağa meyillidirlər. Professor, elmin inkişafında fəlsəfənin payı nə qədərdir? Əgər desəm ki, fəlsəfə bütün elmlərin anasıdır, təməlidir və bugünkü elmlərin inkişafında fəlsəfənin rolu bir nömrəlidir, onda deyəcəklər ki, fəlsəfəni qaldırdı göylərə. Amma nəzərə alsaq ki, bu parçalanma da uzun illər əvvəl olub və hazırda da fəlsəfəyə unudulur. Bir növ Kral Lir kimi qızları dağılıb özünün evinin altında tək qalıb. Fəlsəfə unudulur. Və məhz unudulur deyə
həmin o maddi dünyanın istəkləri, həmin o hakimiyyət davası, həmin o torpaq davası ön planda görünür. Biraz fəlsəfiyə qayıtsaq, biraz o ruhaniyyətə qayıtsaq, biraz o düşüncəmizin, şuurumuzun inkişafına və bu inkişafa da o ruhun payını qatsaq, mənzərə dəyişər. Elmin inkişafında fəlsəfənin rolu var, amma elmin inkişafını bəşəriyyətin əleyhinə çevirən şəxslərin inkişafında fəlsəfənin rolu sıfırdır. Yəni belə deyək, Einsteynin əsərlərini oxuyanda bu filosofdur, bu insan dindar biridir deyə bilirik. Özünün dindar olmadığını desə də. Çünki Allahını tanıyıb və bəşəriyyəti qırmaq üçün işləməyib bu adam. Amma atom bombasını yaradan o fəlsəfədən xəbəri yoxdur. Nikola Tesla Allahdan aldığını deyirdi bütün elmlərinin, bütün kəşflərinin. Mən Allahdan alıram, bəndəyə verirəm deyirdi Nikola Tesla. Və o deyirdi ki, elə bir silah kəşf eləyəcəm ki, qoy bütün silahları üstələsi və heç kim qorxusundan bir də müharibə istəməsin. Nikola Tesla müəyyən mənada filosof idi. Amma onun lazer silahını bugün silah kimi istifadə edib insanların qanını tökənin fəlsəfədən xəbəri yoxdur. Problemlər çoxalanda, ajitajlar yarananda hamını təsəlli edə biləcək bir ifadə səslənir. Dünyanı gözəllik xilas edəcək. Fəlsəfə nəyi xilas edə bilər? Fəlsəfə də bax o gözəlliyin özünü xilas edə bilər. O dünyanı xilas edən gözəllik var ha. O gözəlliyi xilas edən fəlsəfədir. Təşəkkür edirəm. Dəyərli izləyicilərimiz, mənə elə gəlir ki, artıq geniş sağollaşmaya da ehtiyacımız yoxdur. Dinlədiyiniz bütün fikirlər filosof, professor Könül Bünyadzadəyə məxsus idi. Biz sizinlə növbəti proqramda görüşmək ümidi ilə sağollaşırıq. Salamat qalın.